Hamıya salam. Unreal Engine daxilində dərslərimiz davam edir. Bugünkü dərsimizdə mühərrik daxilində növbəti bir oyun mexanikası öyrənəcəyik. Məhz bugün danışacağımız oyun mexanikası dialoq sistem düzəltməyi öyrənəcəyik. Ümumiyyətcə oyunların daxilində dialoq sistemin necə hazırlanma qaydasını başlanğıc səviyyədə sizlərlə öyrənmiş olacağıq. Əvvəlcə səhnədə hazır nümunəyə baxırıq. Oyuna başladığımız zaman bizim personajımız səhnədə yerləşdirdiyimiz NPC-yə yaxınlaşdığı zaman belə bir yazı ekrana çap olunur və bu yazıdan da gördüyümüz kimi biz klaviaturada Y klavişinə klik etdiyimiz zaman həmin NPC ilə qarşılıqlı dialoqu həyata keçirə bilirik. Məhz dediyimiz kimi bugünkü dərsimizdə bu dialoq sistemi necə işləyə biləcəyimizi öyrənəcəyik. Bunun üçün ilkin öncə təbii ki, NPC modelimizi hazırlamalıyıq. Bu modelimizi hazırlamaq üçün ən sadə üsuldan istifadə edəcəyik. Bunun üçün sadəcə olaraq Content Browser-da Third Person adlı qovluq daxilinə keçid edirik. Burada öz əsas personajımızın blueprintini, duplikatını düzəldəcəyik. Bunun üçün sadəcə olaraq klaviaturada Ctrl-D qısa yoluna klik edirik və düzəltdiyimiz NPC modelimiz üçün bu klassımızı istəyə uyğun olaraq adlandıra bilərik. Mənim nümunəmdə sadəcə olaraq NPC olaraq adlandırmışam. NPC klassımızı hazırladıqdan sonra redaktoruna daxil oluruq və burada kamera və kamera boom adlı komponentləri bu bölümdən tamamilə silirik. Çünki proses ərzində bizə ümumiyyətcə bu komponentlər lazım olmayacaq. Daha sonra Add bölümünə klik edirik və buradan gördüyümüz Box Collision adlı komponentimizi buraya əlavə edirik. Box Collision'ımızı buraya əlavə etdikdən sonra NPC modelimizin qarşı tərəfində yerləşdiririk bu şəkildə və müvafiq olaraq bu Box Collision'ımıza ölçü təyin edirik. Mənim nümunəmdə belə bir ölçülərdən istifadə etmişəm. Daha sonra bu Box Collision'ımızın kolliziya bölümünə nəzər salsaq, burada preset bölümünü overlap olaraq müəyyənləşdiririk və yaxud da təbii ki, burada custom olaraq presetimizi seçib istəyə uyğun olaraq istənilən kanal üzrə tənzimləmə apara bilərik. Mənim nümunəmdə overlap olaraq təyin etmişəm. Daha sonra keçid edirik Event Graph bölümünə və burada həmin əlavə etdiyimiz Box Collision üçün sağ klik edirik və Event bölümündən Begin və End Overlap adlı eventlərimizi buraya əlavə edirik və yaxud da Box Collision'ımızın üzərinə klik edirik. Details bölümündə ən aşağıda Event bölümündən Begin və End Overlap adlı eventləri buradan üstəgəl işarəsinə klik etməklə redaktorumuza gətiririk. Bu eventləri redaktorumuza gətirdikdən sonra gördüyümüz kimi burada yoxlama aparırıq. Yoxlamanı isə mütləq şəkildə aparmalıyıq. Burada yoxlama aparmağımızda əsas məqsəd bundan ibarətdir ki, bizim öz personajımız, yəni əsas idarə etdiyimiz personajımız NPC modelin qabağında gördüyümüz bu kolliziya komponent ilə təmasda olduğu zaman məhz burada təyin etdiyimiz eventlər işə düşəcək. Bunun üçün də burada bu şəkildə yoxlama aparırıq. Yoxlamamızı apardıqdan sonra Box Collision'ımıza daxil olduğumuz anda inputumuzu aktivləşdirməliyik. Bunun üçün Enable Input adlı funksiyanı çağırırıq və Player Controller parametrinə Get Player Controller adlı pure function'ın çıxış parametrini bu şəkildə ötürürük və eyni qaydada həmin Box Collision'ımızdan bizim personajımız çıxdığı zaman burada Disable Input adlı funksiyanı çağırırıq və yenidən Player Controller adlı parametrə bu funksiyanın çıxış parametrini ötürürük. Bununla da həmin Box Collision'ımıza daxil olduğumuz zaman inputları aktivləşdiririk və həmin kolliziyadan çıxdığımız zaman inputları deaktiv edirik. Bu əməliyyatları icra etdikdən sonra bizə bir ədəd widget lazım olacaq. Məhz bu widgetin köməyi ilə NPC modelimizə yaxınlaşdığımız zaman NPC modelimizin yuxarı hissəsində Press Y button adlı yazının çap olunduğunu gördük. Məhz bu yazını widget vasitəsilə həyata keçirdəcəyik. Bunun üçün sadəcə olaraq Content Browser-ın boş yerində sağ klik edirik və User Interface bölümündən Widget Blueprint-i seçirik və daha sonra bu Widget Blueprint-imizi istəyə uyğun olaraq adlandırırıq. Mənim nümunəmdə Press Widget Blueprint olaraq adlandırmışam və bu widgetin redaktoruna daxil oluruq. Burada sadəcə olaraq bir ədəd Canvas paneli yerləşdiririk. Bunu palet bölümündən burada gördüyümüz Canvas paneli sadəcə olaraq mouse'la tutub redaktora çəkirik və daha sonra bir ədəd burada gördüyümüz Text adlı
komponentimizi buraya əlavə edirik. Text komponentimizi buraya əlavə etdikdən sonra mütləq şəkildə anker dəyərləri bu komponentimiz üçün dəqiqliklə işləməliyik. Bunun üçün anker bölümünə daxil oluruq və burada mərkəzi olaraq bu ankerimizi təyin edirik. Ankerimizi təyin etdikdən sonra mənim nümunəmdə ümumiyyətcə pozisiyaları sıfıra gətiririk. Bu şəkildə ölçünü istəyə uyğun olaraq individual şəkildə burada təyin edə bilərsiniz. Daha sonra alignment bölümündə isə öz komponentimizi istəyə uyğun olaraq tənzimləyə bilərik. Mənim nümunəmdə hər iki parametrə 0.5 olaraq təyin etmişəm. Bu tənzimləmələri də etdikdən sonra bu text komponentimizin text bölümünə istədiyimiz mətni burada yazırıq və daha sonra alınan nəticələri compile və save edirik. Artıq bizim Press Widget Blueprintimiz tamamilə istifadə üçün hazır olur. Bu widgetimizi artıq bağlaya bilərik. Daha sonra yenidən MPC modelimizin redaktoruna daxil oluruq və add bölümündən yenidən bir ədəd widget adlı komponent əlavə edirik. Bu komponentimizi bura əlavə etdikdən sonra istəyə uyğun olaraq adlandırmanı həyata keçirdirik. Mənim nümunəmdə widget press adlı adlandırma həyata keçirmişəm. Bu widgetimizi bura əlavə etdikdən sonra details bölümündə mütləq şəkildə ilk növbədə widget class parametrini buradan keçid edirik və öz düzəltdiyimiz Press Widget Blueprint adlı və yaxud da sizin nümunədə uyğun adlandırma ilə həyata keçirdiyiniz widgeti buradan seçirsiniz. Daha sonra mütləq şəkildə Space adlı parametrdə World deyil, Screen olaraq burada təyin edirik. Bu isə mütləq şəkildə vacibdir. Çünki biz MPC modelimizə digər rakurslardan yaxınlaşa bilərik. Məhz bu zaman bizim widgetimiz bizim dünya koordinatlarına nəzərən deyil, məhz bizim ekran görüntümüzə nəzərən işləməlidir. Bunun üçün də burada screen olaraq təyin edirik və daha sonra aşağı hissədə gördüyümüz visible adlı parametri deaktiv edirik. Bu da olduqca vacib bir parametrdir. Çünki bu widgeti yalnız və yalnız bizə lazım olan anda bizim nümunəmizdə həmin box collision daxilinə keçid etdiyimiz zaman aktivləşdirəcəyik. Bunun üçün də burada ilkin öncə parametri deaktiv edirik, yəni söndürürük. Daha sonra widget press adlı komponentimizdən bu şəkildə referensimizi götürürük və burada gördüyümüz set visibility adlı funksiyanı çağırırıq. Bu funksiyanı çağırdıqdan sonra box collisiona daxil olduğumuz zaman mütləq şəkildə new visibility adlı parametri aktivləşdiririk burada. Və analoji olaraq həmin box collisiondan çıxdığımız zaman bu funksiyanın new visibility parametrini bu şəkildə deaktiv edirik. Bütün bu əməliyyatları icra etdikdən sonra bizə bir ədəd custom event lazım olacaq. Məhz bu custom eventin köməyi ilə burada göstərdiyimiz widgetimizi ekrandan tamamilə siləcəyik. Bunun üçün sadəcə olaraq bir ədəd custom event əlavə edirik. Custom eventimizi əlavə etdikdən sonra istəyə uyğun olaraq adlandırma həyata keçirdirik. Daha sonra yenidən bu widgetimizdən referensimizi götürürük və destroy komponent adlı funksiyanın köməyi ilə istədiyimiz zaman biz bu widgeti ekrandan tamamilə silə biləcəyik. Bu funksionallığı da bu şəkildə təyin etdikdən sonra burada gördüyümüz kimi başqa heç bir koddan istifadə etməmişəm. Alınan nəticələri compile və save edirik və daha sonra keçid edirik öz personajımızın blueprint redaktoruna. Öz personajımızın blueprint redaktoruna keçid etdikdən sonra burada gördüyümüz kimi heç bir əlavə komponentdən istifadə etməmişəm. Sadəcə olaraq, təbii ki, istəyə uyğun olaraq burada character movement adlı komponentimizin, yəni personajımızın gəzmə sürətini nisbətən bu şəkildə tənzimləyə bilərsiniz. Təbii ki, istəməsəniz bu dəyişikliyi etməli edə bilərsiniz. Event graph bölümünə daha sonra keçid edirik və burada mütləq şəkildə inputumuzu təyin etməliyik. Inputumuzu isə istənilən şəkildə burada təyin edib istifadə edə bilərik. Mənim nümunəmdə Y klavişini input olaraq təyin etmişəm və daha sonra flip-flop adlı burada operatorumuzu çağırmışıq. Onu da nəzərinizə çatdırım ki, burada gördüyümüz flip-flop və digər dövr və ardıcılığa nəzarət operatorları haqqında ətraflı və geniş izahlı dərslərimiz YouTube kanalımızda artıq mövcuddur və eyni zamanda widgetlər haqqında da eyni qaydada ətraflı dərslərimiz kanalımızda mövcuddur. Növbəti olaraq burada Y klavişinə klik etdiyimiz anda təbii ki, bizim flip-flop adlı operatorumuz işə düşəcək və flip-flop adlı operatorun iş prinsipi bundan ibarətdir ki,
Biz bir dəfə Y-yə müraciət etdiyimiz zaman A parametri işləyəcək. İkinci dəfə Y klavisinə klik etdiyimiz zaman isə təbii ki B parametri işləyəcək. Birinci Y klavisinə klik etdiyimiz zaman mütləq şəkildə burada öz personajımızın kamera boom və character movement adlı bu iki komponentini bu şəkildə deaktiv edirik. Çünki bizim personajımız səhnədən də gördüyümüz kimi bizim NPC modelimizin qarşısında olan box collision daxilinə keçid etdiyi zaman Y klavisinə klik etdiyimiz anda artıq heç bir klaviaturada klavişlərimiz işləməyəcək. Məhz buna görə də burada bu əməliyyatı yerinə yetiririk. Daha sonra öz NPC modelimizə müraciət etməliyik. Bunun üçün isə sadəcə olaraq burada getActorOfClass adlı funksiyadan istifadə edirik. Dediyim kimi, bugünkü sizə göstərdiyim nümunə sadəcə olaraq başlanğıc səviyyədə bu sistemin işləmə prinsipini sizə izah edirəm. Təbii ki, dialoq sistemi yüksək səviyyədə işləmək üçün burada müvafiq interfeyslərdən və digər funksiyonallıqlardan istifadə eləmək daha da məqsədə uyğun olacaq. Bu funksiyamızın köməyi ilə öz NPC modelimizə müraciət etdikdən sonra ilkin olaraq NPC modelimizin daxilində təyin etdiyimiz custom eventimizi burada funksiya şəklində çağırırıq, gördüyümüz kimi. Çünki biz Y klavisinə klik etdiyimiz zaman nümunədən də gördüyümüz kimi həmin anda Press Y button adlı widgetimiz ekrandan itməlidir. Bunun üçün burada bu funksiyanı çağırırıq. Daha sonra burada Set View Target with Blend adlı funksiyanı çağırırıq. Məhz bu funksiyanın köməyi ilə biz səhnədə bir neçə istənilən kamera arasında istədiyimiz şəkildə keçid edə bilərik. Olduqca oyun proqramlaşdırılmasında və vizualizasiya işlərində geniş istifadə olunan funksiyalardan biri sayılır. Və onu da diqqətinizə çatdırım ki, bu funksiyanın işləmə prinsipini öncəki dərslərimizdə istifadə etmişdik. Bu funksiyanı burada çağırdıqdan sonra New View Target bölümünə yeni keçid edəcəyimiz kameradan görüntü verməliyik. Bunun üçün isə səhnədə artıq yeni bir ədəd kamera komponent əlavə etməliyik. Bunu etmək üçün sadəcə olaraq Content Browser'ın boş yerində sağ klik edirik və burada Blueprint Class bölümünü seçirik. All Class bölümünə keçid edirik və burada axtarış bölümündə burada gördüyümüz Camera Actor adlı klassımızı seçirik. Select düyməsinə klik edirik və daha sonra uyğun adlandırma həyata keçirdirik. Mənim nümunəmdə dialog kamera olaraq bu klassımızı adlandırmışam. Klassımızı adlandırmanı həyata keçirdikdən sonra hələ ki heç bir dəyişiklik etmirik. Daha sonra yenidən keçid edirik öz personajımızın klassı daxilinə və burada mütləq şəkildə oyuna başladığımız zaman, yəni Event Begin Play adlı eventimizdə ilkin öncə müraciət etməliyik daha öncə hazırladığımız Dialog Kamera adlı klassımıza. Bunun üçün yenidən burada getActorOfClass adlı funksiyanı çağırırıq və klass bölümündə öz Dialog Kamera adlı klassımızı burada seçirik və daha sonra Return Value bölümünü Promote to Variable parametri vasitəsilə bir dəyişənin yaddaşına vururuq. Bu dəyişən bizə lazım olacaq və uyğun olaraq burada adlandırma həyata keçirdirik. Bu əməliyyatı da icra etdikdən sonra Set View Target with Blend adlı funksiyanın New View Target adlı parametrinə məhz bizim hal-hazırda təyin etdiyimiz bu dəyişənimizdən burada gördüyümüz kimi referensimizi ötürürük bu şəkildə və burada Target adlı parametrimizə mütləq şəkildə GetPlayer Controller adlı pure function'ın çıxış parametrini bu şəkildə mənimsədirik və təbii ki burada Blend Time adlı parametr görürük. İstəyə uyğun olaraq bu parametrə istədiyiniz dəyərləri verib maraqlı kamera keçidləri effektini işləyə bilərsiniz. Mənim nümunəmdə bu parametri 1 saniyə olaraq mənimsədmişəm. Yəni bu o deməkdir ki, bizim öz personajımızın kamerasından səhnədə təyin edəcəyimiz kamera arasına keçid zamanlaması 1 saniyə ərzində baş verəcək. Bu funksionallığı da burada təyin etdikdən sonra bizə yenidən bir ədəd widget lazım olacaq. Bu widget isə bizə NPC ilə dialog zamanı istifadə olunacaq widget olacaq. Bunun üçün yenidən bir ədəd widget blueprint düzəldirik və öz widgetimizin daxilinə keçid edirik. Buraya gördüyümüz kimi bir ədəd canvas panel əlavə edirik. Daha sonra mənim nümunəmdə buraya bir ədəd image komponent əlavə etmişəm.
Burada gördüyümüz və analoji olaraq bu image komponentin üzərinə bir ədəd tekst əlavə etmişəm. Burada gördüyümüz komponentimizi. Burada istifadə etdiyim şəkil sadəcə olaraq internet üzərindən Speech Bubble adlı axtarış həyata keçirdə bilərsiniz və bu tip kifayət qədər şəkilləri oradan yükləyib istifadə edə bilərsiniz. Hal-hazırda gördüyümüz kimi məhz bu şəklimizi widgetimizin daxilinə gətirdikdən sonra brush bölümündə image bölümünə bu şəkildə mənimsədirik və daha sonra bu image üzərinə yerləşdirdiyimiz text adlı komponentimizin text bölümünə istənilən məlumatı yazırıq. Mənim nümunəmdə salam, bu test dialoqdur mətnini buraya yazmışam və mütləq şəkildə hər iki komponentimiz üçün burada anker dəyərləri dəqiqliklə işləməliyik. Çünki olduqca vacib parametrlərdən biridir widget daxilində və dediyimiz kimi bu və digər mövzular haqqında YouTube kanalımızda mövcud olan widgetlər dərsində ətraflı sizlərə izah etmişdim. Komponentlərimizi bu şəkildə tənzimlədikdən sonra alınan nəticələrə compile və save edirik. Artıq bu widgetimiz də istifadə üçün tamamilə hazırdır və bu widgetimizi buradan bağlayırıq və daha sonra keçid edirik MPC modelimizin redaktoru daxilinə və burada yenidən komponent bölümündən bir ədəd widget blueprint əlavə edirik. Bunun üçün sadəcə olaraq axtarış bölümündə widget yazırıq və bu komponentimizi yenidən bu bölümə əlavə etdikdən sonra burada gördüyümüz kimi dialog widget olaraq adlandırma həyata keçirmişəm və eyni qaydada bu widgetimizi də widget class bölümündən seçirik. Daha sonra space adlı parametrimizi world deyil, screen olaraq burada təyin edirik və yenidən eyni qaydada visible adlı parametrimizi söndürürük. Çünki dediyimiz kimi yalnız və yalnız bizə lazım olan anda bu widgetimizi aktiv və yaxud da deaktiv edəcəyik. Bu əməliyyatları icra etdikdən sonra keçid edirik əsas personajımızın redaktoru daxilinə. Əsas personajımızın redaktoru daxilində daha öncə MPC modelimizə müraciət etdiyimiz funksiyanın çıxış parametrindən sadəcə olaraq əlavə etdiyimiz widget komponentimizin adını yazırıq. Mənim nümunəmdə dialog widget olaraq adlandırmışdım. Və ən aşağı hissədə yerləşən Get Dialog Widget adlı parametri seçirik və həmin bu widgetimizi buraya gətirdikdən sonra çıxış parametrindən Set Visibility adlı funksiyanı çağırırıq. Məhz bu şəkildə bizə lazım olan anda bu widgetimizi ekrana yansıdırıq və burada mütləq şəkildə New Visibility adlı parametri aktivləşdirməyi unutmuruq və analoji olaraq Y klavişinə ikinci dəfə klik etdiyimiz zaman Set Visibility adlı yenidən bu funksiyadan istifadə edirik. Və bu zaman burada New Visibility adlı parametri söndürürük və eyni zamanda mənim nümunəmdə öz MPC modelimiz dialoqa başladığı zaman bir montaj play olunmağa başlayır. Bunun üçün sadəcə olaraq belə bir animasiyadan istifadə etmişəm və bu animasiyamızı montaj play'a çevirmək üçün animasiyamızın üzərinə sağ klik edirik və Create bölümündən Create Anim Montaj adlı bölümü seçirik. Anim montajımızı bu şəkildə hazırladıqdan sonra İstənilən burada dəyişikliyi həyata keçirdə bilərik və daha sonra bu montaj playimizi Play Anim montaj funksiyasının köməyi ilə burada gördüyümüz kimi ifa olunmasını təmin edirik və target bölümünə mütləq şəkildə bizim daha öncə müraciət etdiyimiz MPC klassımızdan buradan referens ötürməyi mütləq şəkildə unutmuruq. Bu əməliyyatı da icra etdikdən sonra flip-flop adlı operatorun B parametrinə daha öncə deaktiv etdiyimiz iki komponentimizi yenidən burada aktiv etməliyik. Bunun üçün sadəcə olaraq Activate adlı funksiyanı çağırırıq və target bölümünə aktivləşdirmək istədiyimiz komponentlərdən referens ötürürük. Bizim nümunədə Character Movement və Camera Boom adlı komponentlər sayılır. Bu əməliyyatı da icra etdikdən sonra Set View Target with Blend adlı funksiyanı yenidən burada çağırırıq. Bu funksiyanı yenidən burada çağırmağımızda əsas məqsəd ondan ibarətdir ki, biz hal-hazırda səhnədə nümunədən də gördüyümüz kimi bizim personajımız MPC modelimizə yaxınlaşdığı zaman Y klavişinə klik edirik və dialog rejiminə keçid etmiş oluruq və daha sonra istədiyimiz zaman yenidən Y klavişinə klik edirik və artıq bizim personajımız öz kamerasına keçid edir və yenidən öz hərəkətinə davam etdirə bilir. Məhz bunun üçün burada yenidən Set View Target with Blend adlı funksiyanı çağırırıq. Target parametrinə Get Player Controller adlı funksiyanın çıxış parametrini ötürürük. Lakin New View Target parametrinə
Burada gördüyümüz kimi self reference ötürməliyik. Bunun üçün isə sadəcə olaraq axtarış bölümündə get reference to self yazırıq və burada gördüyümüz bu parametri seçirik və bu şəkildə bizim personajımız dialoqu bitirdiyi zaman yenidən bu funksiyanın köməyi ilə burada gördüyümüz self, yəni bizim öz personajımızın yenidən bu kamerasına keçid edəcək. Bu funksiyanı da bu şəkildə tamamladıqdan sonra, bütün bu funksionallığı bu şəkildə tamamladıqdan sonra alınan nəticələri compile və save edirik və son olaraq yenidən səhnədə hazır nəticəyə baxırıq. Oyuna başladığımız zaman bizim personajımız səhnədə yerləşdirdiyimiz NPC modelimizə yaxınlaşır və yaxınlaşdığı zaman həmin box collision daxilində Y klavişinə klik edirik və gördüyümüz kimi dialoq sistemi işə salmış oluruq və təbii ki, istədiyimiz zaman Y klavişinə yenidən klik etməklə bu dialoqu istədiyimiz zaman bitirə bilirik. Məhz bu şəkildə oyun proqramlaşdırılmasında və vizualizasiya işlərində dialoq sistemi başlanğıc səviyyədə işləyə bilirik. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hamıya uğurlar.